Kanadaya ailəviyyə tək gələndə dövlət mənə bu köməklikləri eləyəcəkmi? Mənə gələn suallardan birini sizə cavablandırıram. Diqqətlə və sona qədər qulaq asın, amma dostlarınızla paylaşmayın. Kanadaya ailəvi və ya tək gəlirəmsə, deyək ki, ailəvi gəlirəm. Dövlət mənə qalmağa yer verəcəkmi? Mənə iş tapmağa kömək eləyəcəkmi? Yoldaşıma iş tapmağa kömək eləyəcəkmi? Və ya mənim uşaqlarımın təhsili pulsuz olacaq, yoxsa pulla? Bunları necə eləyəcəm? İngilis dilini öyrənməyə mənə pul verəcəkmi, yoxsa yox? Bu sual gəlib mənə və çox adam ola bilər ki, məlumatı yoxdur. Ona görə də bu videonu sizə çəkirəm və izah edirəm. Baxın, əyalətlərin immiqrasiya proqramları olsun, sonra Express Entry proqramları olsun, hər hansı bir ümumi iqtisadiyyat immiqrasiya proqramlarında siz Kanadaya gəlirsinizsə, dövlət sizə ev tapmaqda, iş tapmaqda və yaxud da ki, siz gələn kimi işiniz hazır olsun, qalmağa yeriniz hazır olsun, övladlarınızın təhsil yerləri hazır olsun, belə bir şey olmur. Niyə görə olmur? Çünki siz özünüz gəlirsiniz və evi özünüz tapmalısınız. İşi siz özünüz tapmalısınız. Düzdür, iş bankları var ki, onlardan axtarıb tapa bilərsiniz. Amma bu o demək deyil ki, sizə kimsə işi verəcək və deyəcək ki, bu vəzifə var bu şirkətdə, gəl burada işlə. Və yaxud da ki, sən özün gəlmisən, yoldaşınla və ailənlə gəlmisən, sənə iş tapılıb, indi növbə yoldaşındadır, ona da iş tapılsın. Yox, belə bir şey yoxdur və burada belə bir qayda var ki, nəyi başlamaq istəyirsənsə, nəyə, hansı işə başlamaq istəyirsənsə, buyur, özün əziyyət çək və başla. O bir məsəl var, what you hunt, that you eat. Yəni, nəyi ovluyursansa, onu da yeyirsən. Həmin məsələdir. Bəs mənim uşaqlarıma təhsil, ingilis dilinə öyrənməyə köməklik göstərilir, yoxsa yox? Bax, sənin dövlət məktəblərin var ki, ora uşaqların yazılmağı pulsuzdur. Amma sığorta məsələsi var ki, ona bir qədər pulun çıxacaq. O da yüksək bir məbləğdir. 10-15 min dollar falan deyil, 5 min dollardır. Yəni, xurda bir məbləğ var ki, bunu sığortalamalısan ki, uşaq məktəbə getsin. Və sənin ingilis dilin, əgər sən əyalətlərin immiqrasiya proqramları, hər hansı bir skilled worker proqramı, skilled trade proqramı ilə Kanadaya gəlirsənsə və sənin ingilis dilində problem varsa, dövlətin həmin yaratdığı bu immiqrasiya proqramlarında ingilis dili də təmin olunur ödənişsiz. Yəni, həftə içində bir neçə dəfə sən ingilis dili həmin o kurslardan dərs götürə bilərsən. Bunun məqsədi o deməkdir ki, sizə sıfırdan ingilis dili öyrətsinlər. Sadəcə sizi orientasiya deyirlər də. Məsəl üçün, cəmiyyətə uyğunlaşma. Bunun üçün və hər yeni immiqrantlar da bir-birindən tanış olsunlar, bir-birlərinə dəstək olsunlar və bu formada siz elə bir ki, dostluq yaradırsınız həmin bu ingilis dili öyrənmək kurslarında. Kanadaya immiqrasiya eləmək istəyənlər, ailəvi və ya tək, təhsil yolu ilə gəlmək istəyənlər, kimlər varsa, profildəki linkdə mentorluğa yazılsın. Əgər göstəriciləriniz uyğundursa, qəbul edib sizi hazırlaşdıracağım. Sizinlə mən Emin Vəlixanov. Uğurlar, növbəti videoda görüşəndə nə sualınız varsa qeyd edin. Hələlik.